Azərbaycan gömrüyü beynəlxalq standartlara uyğun uğurlu modelləşmə yolu keçir. Bu sözləri Ümumdünya Gömrük Təşkilatının baş katibi Ilan Saunders jurnalistlərə açıqlamasında bildirdi. Dövlət Gömrük Komitəsinin fəaliyyətində əldə olunan mühüm irəliləyişlərlə tanış olmaq imkanı qazandım. Mənə təqdim olunan təqdimatlar beynəlxalq standartların uğurla tətbiq olunduğunu və gömrük administrasiyasının fəaliyyətini müasirləşdirmək istiqamətində güclü iradə nümayiş etdirdiyini təsdiqləyir. İndiyədək əldə etdiyim təəssüratlar olduqca müsbətdir və qarşıdakı günlərdə həyata keçirilən yeniliklərlə daha yaxından tanış olacağıma ümid edirəm. Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq uzun illərdir möhkəm əsaslar üzərində qurulub və hazırda da uğurla inkişaf edir. Azərbaycan Ümumdünya Gömrük Təşkilatının əsas işçi və idarəetmə orqanlarında fəal iştirak edərək öz təcrübəsini və təşəbbüslərini beynəlxalq gömrük ictimaiyyəti ilə bölüşür. Eyni zamanda Ümumdünya Gömrük Təşkilatı tərəfindən akkreditə olunan azərbaycanlı ekspertlər digər üzv ölkələrdə potensialın gücləndirilməsi layihələrində iştirak edərək öz bilik və təcrübələrini paylaşırlar. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov brifinqdə çıxışı zamanı vurğuladı ki, Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasındakı əməkdaşlıq, qarşılıqlı inam, tərəfdaşlıq münasibətləri və ortaq strateji hədəflər əsasında formalaşıb. Bu əməkdaşlıq yalnız mövcud əlaqələrin davam etdirilməsi deyil, yeni istiqamətləri müəyyən etmək, eyni zamanda müasir gömrük idarəçiliyini və rəqəmsal transformasiyanı, dayanıqlı ticarətin və beynəlxalq standartların təşviqinə xidmət edən gələcəyə yönəlmiş birgə fəaliyyət platformasıdır. Azərbaycan Gömrük Xidməti bugün Ümumdünya Gömrük Təşkilatının fəal üzvlərindən biri kimi təşkilatın strateji prioritetlərindən irəli gələrək regional potensialın güclənməsinə, innovativ təşəbbüslərin həyata keçirilməsinə və qlobal gömrük gündəliyinin formalaşmasından ötəri öz töhfəsini verir və vermək əzmindədir. Ümumdünya Gömrük Təşkilatının baş katibi Dövlət Gömrük Komitəsinin hədəf mərkəzinin fəaliyyəti və Gömrük Tarixi Muzeyi ilə tanış oldu.